Demək dostlar, gördüyünüz kimi krişamız yuxarı hissədən görünüşü. Burada stiklərinə baxa bilərsiniz. Gördüyünüz kimi, yəni tam oturuş qaydası ilə oturub. Demək dostlar, gördüyünüz kimi hamısı uqolnik olduğu üçün hemen nal vurmamışıq. Atmaların ön hissəsindən sığırla vasitəsilə deşərək bərkitmişik. Yəni, özü də svarka vasitəsilə bərkidilib. Yəni bu qaydada. Sağ olun dostlar, izlədiyiniz üçün təşəkkürlər.